Verilişin sponsorları Ruski Vkus, AF Yaşayış Kompleksi. Dubay əhvalatından sonra hələ də özlərinə gələ bilməyən qəhrəmanlar yenə də yenilik axtarışında. Google xəritəsini ələk-vələk edən, dincəlməyə ucuz yer axtaran dostlar bu dəfə də bir çıxış yolu tapdılar. Bakı mənə dar gəlib deyərək 2014-ün ilk günlərində bayram ab-havası ilə üz tutdular Gürcüstana. Hansı pulla və hansı yolla buna özünüz baxın. Yalnız bir gün, yanvarın 4'ü, subaylığın son gecesi. Hə, nəzərdəsən? Hə, super, qırğın, əla, siz. Hə, çox qəşəng, nə qarmısınız? İnandım səni Əzəmət. Bax, bu reklamı çəkmək üçün şöşə kimə çəkdirmirsən bunu? Hə, kinoplyonka çəkmişik. Kinoplyonka. Bunu inandırım sənə. Bu axırıncı reklam var ya Van Damme, ayağını aralayır, bu iki dənə kamazın arasında oturmur. Onu çəkən rejissoru tapdım. Hə, nə danışsan? Zat Polad Ələmdarın kinosunu çəkən, nə bilim hə, bu Türkiyədəki tanınmış bu rejissorlar zatlar. Kıvanç Tatlıtuğ çəkdi. O kimdir? O kim? Məşhur operator. Adı zadı belə şeydir ha. Yığdıq ki, sənin reklamını çəkək. Ən azı da nə bilim harısı bir 40 yoxsa 50 min evro. 43.200-ə yaxın. Ay sağ ol. Kağızda hamısı var. Yaxşı ha. Əzəmət, bu konsert elə bir konsert olacaq ki, bu qırğın olacaq. Bütün Azərbaycan səndən danışacaq ki, bu Əzəmət kimdə? Bu boyda bu şey işi görən, bu boyda işin yükünün altına girən kimdir görək? Can. O hesab tərəflərini yavaş-yavaş həll eləyək. Biz yavaş-yavaş öz işlərimizi görək. Qonaqlar gəlir, onların yerbəyer olması var, onların ateli var, yeməyi, içməyi, pampersi, sigareti, semişkası, bunların hansı nəzər aldı, Əzəmət? Hər şeyi gətirib maddiyyətə çıxartmayın. Yəni, Əzəmət nə vaxt qaçıb puldan? Həmişə, siz bunları qudurdursunuz da. Niyə? Qudurdursunuz. Bunların pulu yoxdur, o boyda Beyoncé, Lady Gaga'nın, Maga'nın pulu yox da. Gəlsin oxusun, səhnədən düşəndə Əzəmət gətirib sahib, nədir o, nədir, pulun verəcək də. Əzəmət, onlar televizordan göründüyü kimi deyil, acından ölürlər, onlar hamısı. Bayaqları bir Beyoncé əngilib ki, taksi ilə gələm, çıx qabağıma qarşıda taksinin pulunu verir. Beyoncé taksi ilə gəlir. Və günah sizdədir də. Beyoncé niyə qudurdu taksi ilə göndərirsiniz ki? Beyoncé otursun 52-yə, gəlsin düşsün avtobusdan niyə gəlmir? Beyoncé taksi ilə gəlir. Avtobusdan Lady Gaga gəlir da. Lady Gaga'ya dedim ki, otur 52-yə, gəl Astanovkada qarşılayacağım. Bu qıza da deyəndə qız da dedi ki, Lady Gaga ilə biz qırğındayıq, o oturan avtobusa mən oturacağım. Bunlarda da belə şeylər olmuyor. Gid-gid söhbətlər bunlarda da var da. Ona görə də Əzəmət, sən elə şeylərə narahat olmaya, onların yerbəyer olunması, onların şöşündür söz verir ki, çıxardacaq şəhəri gəzdirəcəyi, eləyəcək, biraz içəri şəhərdə də göstərəcək. O qullələr yoxdur mu? Alışıb yanan qullələr. Onları bir şəkildə çəkdirəcəkləri. Ay sağ ol, ay sağ ol. Köşü, sən mənə qulaq asın. Bir dənə söz deyim də, indi biz qıraqda ölüyük. Deyirəm, bu orada reklamda getdi, indi mən tutdum, mən elə şeylərdə minimat eləyim. O surpruz müğənni var idi orada. Görürsən, baxlı deyəcək buna da. Şəvi, sən can, O nətər surpruz oldu ki, mən o surpruzu sana deyirəm. Qardaşıq da, məndən söz çıxandı öyle, mənə deyir ki, o surpruz müğənni kimdir? Yaxşı, de. Əzəmət, heç deyilən olmaz. Eşdirsən, o sürpriz müğənni Michael Jackson'dır. Elə bilirsən ölüb. Ölüb dana, ölüb. Qəbristanlıqda işləyəndən dostlaşmışam. Dedim 25 milyon dollar verəcəm. Onu gecə qəbrini qazırıq. Ondan çıxardırıq, paltarını geyindiririk, yarım saatlıq gətiririk səhnəyə. Səhnədə yalandan qaqqıldadırıq, diskoteka mahnını veririk, oxuyur, sonra pat bastıraşıq. Bir də, bu təranə qumranla Musayev nəyə lazımdır orada? Əzəmət, sən... Bir dayan da yiyəcək də, nə olur, yiyəcək. Sən o boyda şey eləyirsən, Novo God eləyirsən, parti, aya, happy new year. Newjeli həmin o Novo God'un dersən də şeyi Şaxta Baba ilə qarqız olmasın. Ağla gəlməyib o. Elə bir şey oxutmağa gətirməyib. Bu əclaf hələ deyəsən onlardan pul da alır. Yaxşı. Şaşı, sən... Yəni onu elədim ki, indi tanınmış müğənnilərlə zorla çıxacaqlar. Həm də işdirsən, Əzəmət. Bu Rihanna var ha. Bu elə
qaraçı qızdı ki, Yaxşı. bizi xarab eləyib, zəng vızıb. Deyən adam çək qulağını vurur. Yenə odur. Buyur. O nədir? O nə nömrədə işlədir ha? Polis deyir, mənim behimi verməsəz mən gəlməyəcəm. Hamısı elədi. Bizə puldan paradan verir ki. Yaxşı. Bunları şey edir. Yaxşı, problem yoxdur. Ay sağ ol. O hesablardan yavaş-yavaş ver. Yaxşı. Görək bu tane. Mən üzr istəyirəm, saçlarım bir dəqiqə. Yes. Jennifer. Yes, Jennifer. Yes, nədən? Jennifer nədən? Bu slip Şoşo House. Əzəmət House. Yeah, and yorğan döşək. Yes. Markı da götür. Do you sleep with me? Ay, bizim Yəni oteldə qalır. Okay. Bye. See you. Yeyin için mən aşağıdayım, nə qulluğuzum ben arxayla da davcı. Snovum godum, nu pagadi. Öpürəm. Davay, sağ ol. Sağ ol, sizin dolu olsun. Azən həmişə dolu olsun. Yeyin için pulum vermişəm də bunun əzəmət. Sağ ol. Daşına daş düşsün, əzəmət. Yaşdan Şoşo, say buyur, hamısı yerindədir. Hamısı yerindədir. Bunların hamısı mənə gəlir ki, çatacaq da bizim istirahətimizə, dincəlməyimizə. Sən prosta belə bir şey elə. İndi itdi, qurtdu, nə bilim, gicdilər, dəlidilər, qohumdular da, nə qayırmaq olar. Bu şirinlə fəlakətə yığ, denən ki, hazırlaşın gəlirsiz götürməyə. Yaxşı? Yığ denən ki, baş xarab edin. Hadi götür, denə, yolda zətdə biraz Astreniyamız adımızı afsır edin. Eyvallah, məyallah, deyə, başımızı xarab edəcək. Gedir, nə deyim, götürsün. Davay. Şu. Danışdın mı? Fəlakətlə götürüb gəlir ora. Ay sağ ol. İndi işlər bununla bitmir. Niyə? Sən deyirsən, indi bu 4 nəfərə bu boyda pul bəs eləyəcək Gürcüstanda. Yox, ona görə də Şəmik gecə bütün gün oturmuşam, mən şeylər fikirləşmişəm, ideyalar fikirləşmişəm, kreativli şeylər fikirləşmişəm ki, nətər eləyək, nə qayraq ki, biraz da pul gəlsin ki, gedək istirahətimizi normal eləyək də, gör qaqan nə qayracaq. Yenə sən nə hoqqalardan çıxırsan belə? Bunu açdana sonra bir yandan bu. Şəmi. Alo, qardaş, nətərsən? Nə var, nə yoxa yapmaz? Sağ olsan, mən əla, gözəl, nətər olacam, belə super. Yendə o köhnə maşından sağın, o Lexus'dan. Maşın? Alo. Nə oldu? Nə bilim, set kəsildi, adı boy getdi, nə qayırdı, neynədi? Eşitirsən mi, Gəl belə eləyək də, gəl gedək, indi o telefon söhbəti dör. Görüm onunla da nə qoparda bilirik. Ofisinə. Getdi, çox süsürür tiplərin insanları. Gəl gedək, gezək bütün ünvanları. Yad eləyək yol üstü regionları. Seyrə çıxaq, gəzək mikrayonları. İşıq saçır evləri, balkonları. Çox gözəldir parkları, fantanları. Heyran edir əcnəbi mehmanları. Gəl görüm, gəl. Ay, salam aleyküm. Əməli başda özünə bir iş qurmuşsan, bir biznes qurmuşsan, sağlığına qismət. Bəyəqlər danışırdıq, nəsə əlaqə kəsildi, deyəsən konturunuz qutardı. Yox, bizim konturumuz ömür boyu var burada. Ya ola bilər sən metroda olmusan, ya nəsə ses tutmuyor. Bəyə baxışda. Allah bax. Hesaba pul kesirim. Bayaq telefonda tam danışa bilmədim. Yanımda qıraq adamlar var idi də. Gürcüstana gedirik. Zadına bir qardaşımızsın, dostumuzsun, bir maşın da gətirək də oradan da. Oradan özün bilirsən ki, ucuz başa gəlir. 3000, 5000, 6000 ucuz başa gəlir. O maşın da mən dediyim həmin o maşın da ekskluzivli bir maşındır. Yəni maşındır ki, ekskluziv. Elə belə maşın deyil. Danış, danış. Yəni dosta qismət olan bir maşındır. O maşının şüşələri sensorlandı qardaş. Bax, əlvi belə vurursan şüşəyə qalxdı. Bir dənə atverkanı soxsan ora. Gəlsən həvəslidir. Atverkanı çıxardan kimi şaraq şüşə düşür. Belə maşın heç yerdə. Bu maşın çox bərəkətli maşındır ha. Olduqca çox bərəkətli maşındır. Deməli, o vaxtı bu 160 ilə girib şeyə, dənizə. Kür çayına da orada. Deməli, maşın şeyində çıxardanda içində nələr çıxsa yaxşı. 7 kilo ağ balıq, 8 kilo qızıl balıq, asetrin, beluqa, sazan. 12 kilo ikra çıxıb maşının içinə. Vuruğu zadı yoxdur maşın. Nə vuruğu? Maşının bir dənə balaca cızığı var. O da ki, bu maşının şoferində olmub günah. Rəhmətli bu Kamaz şoferində olub, gəlib girəndə öyle rəhmət edir. Yüngül var, elə belə balaca cızığı var, bəs salam. Özdə bu maşın deməli istənilən vaxtı limuzin ola bilər, istənilən vaxtı belə adi gündəlik istifadə elədiyim, toya, tədbirə, misal üçün ora, bura limuzin kimi gedirsən.
verirsən, ortadan şuruplarını açdın, maşının şuruplarını açırsan, aralanır. Bir gün bu tərəfini sürür, o birisi gün o birisi tərəfini sürür. Neçə nəfər belə tutur yəni? Biri sən nə qədər adam tutur. Qabağa bir nəfər oturtursan, 3 nəfər də dala. 3 nəfər belə sıx dala oturmadı mı? 8 nəfər də ayaq üstə bax belə ortada tutur. Yaxşı, 8 nəfərdən çıxır. 7-8 nəfər harası? Özdə dərisi bütün təmiz ceyran dərisidir. Ondan danışmaya, ondan da... Görüm, təmiz ceyranında. Hardan bilək ki, bu orijinaldır ceyran? Üstündə bu şeyin tüfəngin deşikləri olacaq da, güllərin deşikləri olacaq. Sən rayonda da sıxmırsan toy oxumağa. Ay kişi, getdin vağzalın yanından keçəndə bir dənə qapını açırsan, rayona gedən riski 5-6 nəfər doluşacaq maşınına. Sən oxuya, miskindən qoyursan, hamısı ləzzətlə gedirlər. Öz mahnılarını zümzüm eləyə get. Xülasə, doğrudan nəsə yaxşı fikirdir. Bayaqdan danışdıqlarınız nəsə beynimə batmır. Amma bu axırıncı fikir nəsə yaxşı fikir. Şu biznes aləm elədi ki, deyəcəklər, ay Abbasın maşınına bax hələ. Bax. Maşına. Deməli, neçə danışmışdın? Ay, 120 min. 120, çap. Qulaq as, sən maşını bəs nə vaxt gətirsiniz? Maşın sabah axşam saat 7-də, maşın bax burada qarajda. Bax, bir manatda bu puldan qalantıdası olacaq, indidən verirəm. Şöşü, eşitirsənmi? Sabahları danışarsan 006 bir dənə hədiyyə eləyərsən bizim adımızdan. Hər şey yaxşı olacaq, Gürcistan nömrəni yazmışam orada var. Yaxşı? Dava yapmaz, sağ ol, görüşərik. Of anam, ne oldu buna yine? Bu maşın xəstələri verdi. Buna 80 dəfə demişəm ki, yola çıxanda, uzun yola çıxanda yemək yeməsə hər sər, acıqıb. Deyir təmizlik daha, deyir təmizlik. Ürəyi bulanırsa deyir təmizlikdir. Belə təmizlik olar, bütün yolu başlanır. Maşın xəstələnir. Ay, alamı dəyişək. Tüm yol boyu bizim başımıza oyun gətirdi də bu. Ay Şöşü! Bir dəfə mənə zəng gəlir. Sən işində ol, sən bir dəfə evdəkilər. Danış. Ay Şöşü, biraz tez ol. Yaxşıyam, nigaran qalmayın. Mən onlara nigaran. Dəhşətdir də bu uşaqda. Bax, uşaqlıqdan bura kimi, bu böyüyənə kimi bütün yol boyu bizim başımıza oyun gətirir. Deyirəm, səhər vaxtı yol çıxanda yemək Şöşü, bu insan yenə də yemək yiyir. Qarnını doldurur, axırda da bax. Nə deyirsən? O sağlamlıq da, onun ürəyi zat bulan sağlamlıqdır. Onluq heç nə yoxdur, bu xəstə maşındır, xəstə maşındır. Yaxşı görək. Gələndə hiss elədim ki, bu xəstə maşındır. Ay Köşü! Ürəkdən qaytar, ürəkdən. Damat baxır, hamısı biyabır elədin bizi, bütün yol var. Gah qarın ağrıyır, gah ürəyi bulanır. Nə qədər o, Köşü, bəs sizdə, qutar da bu. Benzinliyi burada. Benzinliyi burada, vaxtımız yoxdur, dava biraz tez olun, gözləyirlər bizi, zahmat gözləyir. Oturun gedək. Otur, sən də. Otur. Evdən idi. Mama nigaran qalın. Hər dağda yedim. Bir belə yol gəldi. Bir nəfər də bir dənə baş ağrı dərmanı götürmədi ki, bəlkə Şöşünün baş ağrıyır. Məndə var idi, bir dənə attım özüm. Haydi Laçən. Gedirik yeni ili qeyd eləməyə, yeni ili. Ged, məni yolda düşürün gedin. Ay Tupoy, səndən bir yerdə gedirik, hamı ilə bir yerdə gedirik. Ay, mənim işim var, mənim uşaqlar eşitəmən. Mənim uşaqlar Gürcistana yeni ilə çağırır. Mən elə yolda düşürüm, mən özüm gedəyəm. Ölmədim, bugün də gördüm, fəlakətə qapı açıram, ay kişimə. Qapını bağla, qapını açır, sonra qapını bağla.
Çay ne oldu? Çay dedim bak. Çay ne oldu? Hadi lan görək. Çaydan beni gətirmisən bura ki, çay verəcəm sənə. Çay ne oldu be çayhanı? Ay apsan. Çay ne oldu? Çay yoktur be çayhanı. Ay qaqa. Ha çay ne oldu? Yaxşı tamam. Çay getirsin bana ben gelmişim. Sağ ol, çok sağ ol. Ne var indi? İçməyə yazıda nə var indi? Çay. Çay. Ben oldu? Çay ne oldu? Diyandan ha. Evet dur. Sən belə elə də qəşəng bir çay ver. Mürəbbəsi, həm konfeti zadı, limonu zadı, yaxşı? Amma tez olsun da, sən olur çay olsun. Ben çay zad içmirəm. 3 dənə stəkan gətir. Qazlı suyun var? Var. Bir dənə qazlı su tez elə. Tez elə. Ha çay ne oldu dedim çay dedim. Dedim də, hə. Abi denən çay versin. Səhərdən oturmuşam burada. Bir dənə çay gətirib koy. Bax, uşaqlar, gedirik Gürcüstana. Qranistan keçəndən sonra hamı özünü adam balası kimi aparsın, yaxşı? Hara gedirik? Gürcüstana gedirik. Abi çay gətirsin. Çay ne oldu? Gətirib, də, no? Çaydan çaylar. Hə, bunu da tutması tutanda birdən tutur, Ha çay sen var, çay sen var. Ha, süz burada var ha, çay var burada. Burada var. Görək, süz. Abi qaynayıb da, hə, qaynayıb. Hə, yaxşı da, nə olub, hə? Bu qaynanmamışlar hələ Allah, kimsən bunun qaynanmamışlar. Dağıttın çayı. Nə olub axı sizə, nə olub? Ala, süz bura. Yandı ayaqlarım. Yemək zat varındır? Var. Hə, şeylə, ora toyuqdur nə? Çolpa, qəşəng kənd çolpası olsun da. Hə, ondan sonra nə yersə? Çay da çay versin. Hə, çay vardı da gətirdi. Çay bu çaydır, çay belə olur. Ay çöşü. Nereden partlayıram. Şöşü. Hara getdi hə bu? Sən bir dənə kənd çolpası oradan önce kəs, hazır elə. Hə, xaladınlar zatları gətir, mən önce sən deyəcəm birazdan. Ayağım. Hə, nə olub ay kişi? Heç. Hara yet, çay içməyə getmiş, nara yet? Çay Ay qaqa. Ay kişi, ay apsan. Ay, bu qazlı sudan var ya. Hə, tez olub gətir bir dənə. Hə, rahatlaşdım hə. Eşidirsənmi şöşü? Çolpa demişəm, qəşəng kənd çolpası demişəm. Ondan sonra hə, bu kartuşka martuşka zatı tabaka eləsin, yeyək, toq qarına keçək ora. Ora bilmək olmaz, bəlkə orada bahaçılıqdır. Hə, qana, kalbasa da. Gəlirəm mən indi. Çay işte, ha, o nədir? Çay işte, ha. Qarnınız adını ağrıyacaq, çay. Bu ne diyor? O da diyor. Hadi gel. Sənin canına Telefonum qaldı. Ha o çay ne oldu denən, çay ne oldu? Çay versin, dana çay versin. ağzında içdiyin çay döy, kəpənə bax. Kimə bu xəstədən mi? Bax, elə eləmə bu tulkanın başına çıxır. Oy Şəmi! Hara getdin, nə oldu? Heç sat, buradayam. Hə, dur görüb çay ne oldu? Dur görüb çay ne oldu? Ana çay içirsən, çay içirsən. O qaldı tulkanlara aparsın, hə? Heç sat, işim var idi orada. Buyur. Eşidirsiniz mi ay uşaqlar? Dururuq yavaş-yavaş tərpənirik, gedirik. Ay afsan, yemək qalsın da, gec oldu. Yarım saatdır biz burada toq gözlüyür, lazım görüşü. Biz yol adamıyıq, 2 saat çolpa çox. Durun tərpənin, yolcu yolda gəlir. Yallah. Siz gelin, mən buradayım, mən çay içəm. Dur, gəl, dur, Çay gəl. demişəm, çay zakaz elədim. Dur. Fəlakət, sənə 1000 dəfə başa salmışam ki, sən burada təmizlik işinə baxırsan, burnunu başqa şeylərə soxma. Bana demişsən. Sən bir aydır buradasan, hələ bilmirsən sən nə işinə baxırsan. Bana deyin, mənim xəbərim yoxdur axı. Sən səhər tezdən evdən çıxırsan, axşam saat 7-də gəlirsən, sən burada nə edirsən o boyda bax? Burada olan da, mən burada olan. Burada olub nə edirsən axı? İşte, mənə işte demişsən, mən də qalmışam belə, xəbərim yoxdur. Sən bax, yadında saxla, Fəlakət, bax. Məktəb vaxtı oxumusan da sən məktəbi? Yox, oxumamışam, məktəb oxumamışam. Məktəb hansı o partanın dalında oturursan. Məktəb vaxtı. Oturmuşam, Məktəb vaxtı necə sinifin şefi olurdu ya. Mən olmamışam, mən olmamışam. Sən demirəm, bax sən də burada təmizliyin şefisən, başa düşdün? Burada təmizliyin şefiyəm. Təmizlik işlə sən baxırsan. Bana deyin, mənə demirsiniz, mən olmamışam. Nətər deyirsən, bir aydır gəlib gedirsən, bilmirsən ki, sən nə işə baxırsan. Yox, mən olmamışam. Özdə bu nə qədər qulağıma geymişsən, bunu başa taxırlar, tup ol. Yox, bunu qışda taxırlar ki, qulağa soyuq olmasın, sənin xəbərin yoxdur. Tax onu başına, bizi əsəbləşdirmə burada. Sən vəbşə bu kalbasanın dadına baxmısan, Rus kifkusun dadına baxmısan heç? Nəyin dadına? Rus kifkus. Yox, mən Rus dilində bilmirəm, mən Rus dilində. Onu yemək üçün Rus dilini bilmək lazımdır. Urset dadı, dana urset dadı, kalbasa, Rus kifkus. Mən Rusetdə olmamışam, mən xəbərim. Hadi, yaxşı, götür, ver ona süpürgəni. Get təmizlə, get oralar təmizlə. Sənə dedim bu tupoyu götürməyək də bu işə də. Şöşü, sən özün şəxsən ona nəzarət edirsən. Sən bilirsən ki, o tupoydur, o xəstədir. Ona görə də nəzarət özdə bu nə də yapışdırmısan yaxına. Bunu kalbasanın üstünə yapışdırmaq. Sponsor Ruski Vkus.
İndi başa düşürük, 40 hektar yerdir, tək başına çatdıra bilmirsən, eləyə bilmirsən, amma nəzarət eləmək lazımdır. Başa düşdün? Bax, Şöşü deyir ki, orada keçən dəfə o binadan 7-ci mərtəbədən kimsə Zubatiska tuğulayıb yerə. Sən get qapını döy, onlara başa sal ki, deyən, bura sivilli mədəni bir kompleksdir. Burada deyən, heç içki içən yoxdur, sigaret çəkən yoxdur, burada yəni belə şeylərə icazə verilmir. Başa düşdün? 6-cı mərtəbə var ha, bura. Hə. Bu sən nədir da? Baş beyni aparıb edal qonşu. Bax, get bir-bir qapıları döy, hamısını başa sal ki, bax, orada o birisi o şey var ha, kotec var ha, villa. Oradan deyən ki, işıq pulu lazımdır, qaz puludur, su puludur, vaxtını deyən gətirsinlər, ödəsinlər. Başa düşdün? Ay, mən nə bilim, filan kəsin qohumuyam, ay, nə bilim, filan kəsin dostuyam, söhbətləri yoxdur. Başa düşdün? Davay, get, işində ol. Vızbatını da sən get. Köşü, eşitirsən mi? Sən də bax, yaxınlaşırsan o birisi tərəfə, o ağaclıqlar var ha, onlar düz 2 gündür sulanmır. Ay, sağ ol. Yaxınlaşıb onu suluyursan. Başa düşdün? Burada day müdürzat söhbəti yoxdur. Burada hamı birdir, orada yaxınlaşıb ağacları suluyursan. Sponsor, AF Park Yaşayış Kompleksi. Gəlməyək də bax. Vay. Nə olur? Fəlakəti məni verəksən buna. Bax xarab olub hə bu. Fəlakətli sözləri təkrar elə. Sən git sən, nə sən? Bir dəqiqə. Nəfəsim, bana ona nəfəs alır. Alo. Hey, Şəmmi. Mənəm. Fəlakəti uğurlayan. Fəlakətiniz bizdədir. Yarım saatdan sonra Tiflis'te kilise var. Aha. 500.000 pulla manat. Başımız xarabdır sizin. Nədir? 500.000 nə də? 500.000 pulla olursunuz kilisenin qabağında zibil vedrəsi var. Pulu qoyursunuz zibil vedrəsinin içində balıq konservası var. Təzə balıq konservası, ha.
özünü gicliyə qoyun. Balıq konservasını açırsınız, pulu qoyursunuz içinə, özünüzə rədd olub gedirsiniz. Başa düşdün hə? Şəmmi. Ada baxın, şəmmi. Hə. Polisə xəbər eləsəz, məhkəmədə özüm lişli duracam, yüzünüzə ki siz iş verənsiz. Yaxşı? Mən nizvesindən yığıram, mənim nömrəm düşməyə problem deyil. Yarım saatdan sonra pulu götürəcəm oradan. Götürməsəm, bu gic var ya burada, fəlakətli nədə? Danış görmə! Nədir? Yarım saatdan sonra o meydan götürərsiniz. Nə deyək, kimdə o 500 min? Fəlakətə görə 500 min pul istəyirlər hə bizdən. Nə də, şəkəşdir ya, fəlakətə görə 500 min pul istəyirlər bizdən. 500 min, verək. Hardan verək? Ay, Şəmi, bu fəlakətin heç 30 manatlıq qiyməti yox. Hədi, nə qayraq, bu qohumdur, yaxındır, ailəvi dostumuzdur, nə qayraq indi, 500 min pul istəyirlər. Pul yoxsa, mən hansısa bir orqanımı satıb, pul alıb verim, böyle mi satıram? Hiç bu gəlsin. Gedə yaxlaraq, gəl. O 500 mindən aşağı düşmə ha, qiymətini bil oğul qardaş. Bu üstünü sifətimi eləyirsən əladır, xoşuma gəlir. Eşsən oğul qardaş, 500 mindən aşağı düşüb özü hörmətdən salma ha, özü hörmətdən salma, 500 mindən aşağı düşmə. Sən doğrusan, evə çörək yaparsan, sən eşdirsən bu arkadakı oğul qardaş var ha, məniflə bağlamısan, bayaqmağa bıçaq verir ki, kəsib qaçarsan. Ged oradan zəncirlə bağla, məni zəncirlə bağla. Belə qaçaram. Eşsən məni. Keyfimizi açırsan, sən əl oğlan. Keyfimizi açıram. Baba deyir ki, keyfimizi açıram. İndi məni oğurlamışsınız da, hə, oğurlamışsınız. Sənə oğurlamışıq, amma deyəsən sən hələ başını oyun açmayıb. Kinolarda oğurlayıb başın zadını kəsirlər, əla yox, başın zadını kəsirlər. Arzum olur. Başın nədir? Yazıq dırnaqdan, parmaq, əl, ayaq. Onu axırda əlimdə söndürərsən. Axırda sən meydimin üstündə söndürərsən. Meydimin üstündə. Eşsən meydimə də pul al, meydimə də pul al. Bax, eşdən bilən 500 mindən aşağı düşmüsən, hörmətdən düşərsən ha. Bax, dəymir, hörmətdən düşərsən. 500 mindən aşağı düşmə, yaxşı. Mənim xeyrim zadım yoxdur ha orada, xeyrim zadım yoxdur. Səndən də evə çörək yaparsan, çörək yaparsan, evə çörək yaparsan. Bu giciymiş ki, bunun başı çatmır. Giciymiş, sən vaydı da giciymiş. Buna kimdir 500 min verən? Verirlər. Prinsipə dursam, spora dursam 500 min verirlər. Mən hələ şöşü o vaxtı onu Dubaya aparanda mən dedim ki, fəlakət, adam ol. Bu zaqranistadır, xaricidir, harası bir çıxırıqsa, orada bizdən bərabər ol, bizdən bir yerdə ol, itmə, batma. Bu hər dəfə indi mənim bütün istirahətimi, bütün bayramlarımı burnumdan gətirəcək. Belə şey olar ha. Baharda da, fəlakət harda sana, fəlakət. Yaxlaşma qurmada sən də. Sən dedin, vapki onu uşaq vaxtı tüllüyək detdoma da. Hədi, yaxşı, işi də gəlib başımıza, gəlin. Həmişə fikir vermişəm, bax, bütün xarici dövlətlərdə hara gedirəmsə, harada istirahət edirəmsə, özdə fərqi yoxdur. Sizdən olum, siz olum və yaxud da hansısa xanımlarla olum, mənim burnumdan mənim istirahətim gəlməlidir, vəssalam. Bu, yəni başqa variantı yoxdur ha, başa düşdün? Ayda ildə bir dəfə bir qohum, əqrəbə, dostlar, qardaşlar, xala oğlular, xala qızlar, nə bilim, hamı istirahət eləsin, hamı dincəlsin. Niyə görə Şəminin burnundan gətirməlisiniz hər şeyi? Hamıya aid da, bu hamıya aiddir. Şəm müəllim, bunun ayağı ağırdır da, bu gədə bəddir da, anadan da bəd olur. Elədim mən, başda işlədim, elədim mən. Sağ həmişə demişəm, gəl o gədəni götürməyək. Dedim, o gədə bəddir, anadan da ağır olub. Onu o mamasası yox idi mu çıxardan? O avariyada öldü həmin gecə.
Sonra Balinsada tox partladı. Bu anadan olandan bəd anadan oldu. İndi bu vaxta kimi indi böyütmüşük, bu vaxta kimi indi onu xəstəxanalara aparmışıq, müalicəsini eləmişik. Azdan çoxdan bir xeyrimiz dəyib də buna. Dedim bu gədə bəddir, dana götürməyək. Elə demə, bəddir. Ölünün daha da danışmazsan, elə demə. Hadi gəl. Şimşək də burada ölmədi. Hamam vaxtıdır, çinmək vaxtıdır. Dediniz düşürük hamama baxaq, görək fəlakət orada da yox. 2 saatdır sizi gözləyirəm. Stres atırıq, stres. Gəl. Dəqiq budur? Dana budur, burada başqa zibil qabı var. 1000 dənə zibil qabı var, mən nə bilim hansını deyirəm. Bura qoyub, deyək ki, ora qoydu. Pul səndə? Aha. Alo. Alo. Mənəm, mən Şəmidir. Fəlakətin qohumu, hə. O dediyiniz haqqı hesabı qoymuşuq. Düz kilsənin qabağında olan zibil vedrəsinin içinə. Çəkil. Əla da, belə əla. Güldür, biraz da güldür, biraz da güldür. Я там был, они там всего $500 оставили. Nə deyir o? 500. Да. Mən sağ demədim, oğul qardaş, belə xəttinə dəyməsin, xəttinə dəyməsin, sən də mənim qardaşımsan. Mən sana dedim ki, sən belə eləmədin, sən biraz məni döyün, eləyin, sifətimiz adımı qanadın, göndərin şəkillərim ki, bunlar qoxusunlar da, yoxsa belə durmuşsan deyirsən 500 min sağ pul verəndir, bir vurun, bir döyün məni, oğul qardaş, belə olmaz da. Əslində, ay tupoy, əslində sənin heç qiymətin 500'ü yox, heç $50. Bir məlumat var ki, siz Bakıdan küllü miqdarda pulla gəlirsiniz. Küllü miqdarda bilmirəm, çoxlu pulları var. Bəli, çoxlu pulunuz var. Biraz bu üzün, gözün biraz qaraldın. Sən bir şey oxuyorsan, kultürüsü oxuyorsan, sən sifətimi dağıt. O axırıncı dar kim vurdu, öpürəm onu, əlaydı, o axırıncı qəşək deyil. Ama bunu səhərdən eləyir. Nədə? Bunu səhərdən eləyir, bunu səhərdən eləyir. Biz də pulumuza baxışımızı görək də səhərdən. Eşlər, deyirəm ki, indi mənim şəklimi çəkirsə, göndərsən bizim o qohumlara ki, pulu versin. Ne понимаю. Mən də onu deyirəm, Bu əlaydı, bu axırıncı dar əlaydı, sifətim dağılır. Шеф, что с ними сделать? Yazığı nə günə qoymusunuz? Qaburğaları da yerindədir hamısı? Hamısı yerindədir. Biraz yerlərini dəyişib, eşsən. O qaburğa zat söhbət var ha. Biraz yerlərini dəyişib eləyiblər. Bayaq gördüm yerlərini. Yerim, ay kişi. Şəkilini sən gəl bir yerdə səhtirək. Deyən görüm, tanımayacaqlar məni, deyən. Mən də onu deyirəm. Çək. Bir də dostlarımla da bir yerdə çək. Yığışın bir yerdə çək. Qəşək. Sağ ol, qardaş, sağ ol. Bu yazığı nə günə qoymusunuz? Yoruldum kişi, nə qədər gəzmək olmaz. Nədə o? Fəlakəti şəkillərini göndəriblər. Kim göndərib? Vay, nə günə salıblar bunu. Vay, uşağı nə günə qoyublar, hə? Bu
Bu da bir şey olsa ya. Doğrayacağım ikimizi də. Bir hara salacağım sizi. 500 min lira puldur ki, bana eləyən biri. Benim qutanaq da, oğlum, mənim nəyim var qoyuram. Axırcı puluma kimi, qəpiyimə kimi qoyuram. Tupoy gedə, Mongol gedə, bu qəpiklərlə heç bir şey çıxmayacaq. Başa düşürsən? Gedin də o boyda pul qazan, o boyda söhbətlər həll elə, nə bilim, o boyda əziyyətlə o dollarları qazan, 100 minləri qazan, sonra apar ver hansı tupoy fəlakətə görə ki, nədir bunu oğurlayıblar. Ay şuşu, o vaxt yadındadır, onun heç atası doğulanda, o həkimlərə də şirinlik də verməmişdi. Mən gedim o qazandığımız adını verim fəlakət hamısın. Onun bunun sözünü götürə, onun bunun qabağından İtin sözünü deyə, əziyyətlə pul qazan, apar onu da ver. Nə var, bu gizbəsər xalamız oğlu fəlakəti qutar. Yaxşı dənə, sən də yığışdır. Mənə gözlərinə baxmadan. Yığışdır, baxa bilmirəm mənli şeylərə. Yığışdır. Şoşu, deyəcəm, qaytarırsınız, qaytarın. Qaytarmırsınız da öldürün, nə bilim, toka verin, gəbərdin. Atın, nə bilim, kürə. O vaxtı, yadındadır da bu kənddə, bu sırtıq şeydir. Buna eşək də vurdu, şıllaq atdı, ölmədi. Sonra biraz keçdi, o stolbanın başına tok vurdu. Onda da ölmədi. Sonra, bu quduz it var idi məhəlləmizdə. Dayıcı, o dişlədi, ölmədi. Hələ bu cəhənnəm. Bir tualetimiz yox idi mu kənddə? Yazıq ayağı sürüşüb, girmişdi, batmışdı, bura kimi o zadın içindəydi. Heç onda da ölmədi. Sırtıq şeydə hər öldü, Onun parmağını verin, benim parmağımı qopardan. İki parmağımı razıyam, o da mı heç olmaz? Yaxşı dana, yaxşı. Hadi sakitləşdə, yaxşı özünə gəl. Yaxşı dana, yaxşı dana, kəndinə gəl. Bu şapalar qoyacam. Yaxşı, cəmahat baxın. Dur. Vardır hər bir yerdə hörməti, tapdı şəmi şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanarda, yaşarda, ya da şəhərdə. ATV-də çəkdi bunu sizə görə, baxsın hər kəs gülə-gülə. Söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Elad, mahnı neçəyə verərsən? Satılmır o. Elad, qalx. Biraz da yuxarıdayım, qalx.